Salam əziz bacı qardaşlar, əziz səmiyələrim, əziz dostlar. Bugünkü video Tanrı vəhdəti haqqındadır. Yəni ata-oğul müqəddəs ruh. Yəni ata-oğul müqəddəs ruh kimdir? Necə bir Allahdır, amma həm də üçdən ibarətdir. Və yaxud da dua vaxtı məsih etmə zamanı necə böyük dəyişiklik olur? Yəni, bu videonu əvvəlcə onu deyim ki, bütün kainatın sirri bu videodadır. Bu videonu bəlkə də mən bir ildən artıq, bir il əvvəl hazırlamağa çalışırdım. Amma həmişə təxirə salırdım. Çünki o qədər böyük dəyişiklik olurdu ki, çalışırdım ki, çox geniş bu videoda izah eləyim. Yəni, bu videodakı bütün mənim sözlərim hamısı açıqlamalara aid deyil. Yəni, bir ruhani açıqlamalar, yəni ki, Rəbbi hissiyyata barədir. Yəni, illər öncə dualarımı artırandan sonra Allahı o qədər fərqli hiss elədim ki, o qədər bücür-bəcür hiss elədim ki, yəni ona görə təxirə salırdım. Çox istəyirəm ki, bütün yaxşı alınsın, çox geniş izah edə bilim, geniş bəhs edə bilim bu ata-oğul müqəddəs ruhda. Əvvəlcə onu deyim ki, yəni bir Allahdır, atadır, ata-oğul müqəddəs və yaxud ata-kalam müqəddəs ruhda. Amma bir şey deyim ki, Allahı tanımaq üçün yəni, ən birinci ona toxunasan, duada onu güclü hiss eləsən ki, onu dərk eləsən. Yəni, yazı pozu ilə kəlamı illərlə öyrənməklə də bunu yenə tam dərk eləmək olmur, ata-oğul müqəddəs ruhu. Əsas Rəbbi hiss eləsən. Bax, sizə bir şey deyim ki, məsələn, insanı Allah öz surətində yaradır da. İnsan üçdən ibarətdir. Bədən, ruh, can. Yəni, bunun çox müqayisə olunur Allahla, çünki insan Allahın surətində yaranır. Yəni, bunu çoxları bilir. Yəni, mən bundan geniş bu barədə bəhs eləmək istəmirəm. Amma ata-oğul müqəddəs, yəni insan Allahın surətində olsa da, üçdən ibarət olsa da, ata da üçdən ibarətdir. Amma bir şey var ki, insan görkəmini dəyişdirə bilməz da. İnsan öz görkəmini dəyişdirə bilməz. Məsələn, kimsə operasiya eləyər, kimyəvi plastik operasiya eləyər, burnunu dəyişə bilər, qulağını dəyişə bilər, sifətini, dodağını şişirdə bilər. Amma yəni insan öz əlində deyil ki, yəni özündə bir qüvvə yoxdur ki, özünü dəyişdirsin. Amma insandan fərqli, yəni Allah o qədər böyük qüdrət sahibidir ki, yəni həm təbiətən də belədir. Yəni Allah, yəni ata-oğul müqəddəs cürbəcür görkəmlərə malikdir, əziz bacı qardaşlar. Bu ən birinci, yəni onu deyim ki, yəni ata Allah, yəni bu məlum məsələdir. Ata niyə adlanır? Çünki həyatın qaynağıdır. Həyat ondan qaynaqlanır. Və oğul, müqəddəs ruhu da asandır dərk eləmək. Yəni müqəddəs ruha toxunuruq. Hamımız Rəbbin sevgisini hiss edirik. Yəni ruhu da tanımaq asandır. Amma kəlam nədir? Bəs yəni bu kəlam barədə mübahisələr çoxdur. Yəni İsa Məsih kimdir? Dünyanın ən böyük xristian Məsih mübahisələrindən biri budur ki, İsa Məsih kimdir? Yəni Rəbbin kəlamı necə canlıdır? Yəni bir çoxlar deyir bu Rəbbin idrakıdır və yaxud da başqa şeylə müqayisə olunur. Amma bir şey deyim ki, kəlam, əziz bacı qardaşlar, kəlam Allahın toxumudur. İnsanın, məsələn, kişinin daxilində toxum olduğu kimi, kəlam da ki, Allahın daxilində Allahın toxumudur. Amma bir şey deyim ki, bax, amma üçü də canlıdır. Ata Allahdır, Tanrıdır, yaradandır, əvvəli axırı yoxdur. Yəni iblis mənə belə çox fikirlər göndərir ki, sən toxum deyəsən Allah, kəlama, İsa Məsihə. İnsanlar buna kimsə iyrənəcək, kiməsə xoş gəlməyəcək, kiməsə pis təsir edəcək, ayıb mövzu sayacaq. Amma əziz bacı qardaş, mən bu mövzuda hər şey açıq deməyəcəm. Çünki mən çox istəyirəm ki, bir çox insanlar var ki, Allahı tanımırlar, Allahı tanısınlar. Bu az dua eləməkdən Allahı tanımaq olmur. Toxum, əziz bacı qardaşlar, yəni kəlam Allahın toxumudur. Ruh da Allahın daxilində. İnsanın, kişinin, məsələn, və kəlamla, yəni müqəddəs Bibliyanın bir çox yerində toxumla, yəni Allah kəlamından müqəddəs ruh yanaşı qeyd edilir. Məsələn, İsa Məsih deyir ki, Yəhyanın müjdəsində, bədənimi yeyən, qanımı içən məndə yaşayar, mən də onda. Və mən beləsinin son gündə diriləcəm. Bədəni İsa Məsih kim idi? Rəbbin kəlamı idi da. Kəlam başlandıqca kəlam vardı. Yəhyan müjdəsi belə başladı. Kəlam Allahla idi və Allah'taydı, kəlam Allah idi. Yəni kəlam Allahın toxumudur, Allahın daxilində. Müqəddəs ruh da Allahın qanıdır. O bədən qan deyəndə öz toxumu nəzərdə tutulur. İsa Məsih özünü nəzərdə tutulur, öz bədəni. Çünki Allahın toxumu, Allahın kəlamıdır. Qandakı müqəddəs ruh da Allahın qanıdır. Və bəzilər bunlar razılaşa bilməz, məcəzi mənada anlaya bilər. Amma toxum Allahın, kəlam Allahın toxumudur. Daxildə olan, kişinin daxilində toxum olduğum kimi.
Müqəddəs ruhda Allahın qanıdır. İnsanın qanı olduğu kimi. Hətta bir şey deyim ki, fikir versəz görərsiniz ki, Yaradılış 4-cü fəsildə Rəbb Qabilə deyir ki, qardaşının qanının səsi torpaqda mənə haray çəkir. Yəni Habilin qanının səsi danışırmış torpaqdan. Qan demək olar ki, diridir. Hətta insanın da qanı onun daxilində canlıdır, əziz bazı qardaşlar, danışa bilir. Əgər hamımız beləyik də, əgər Habilin qanı danışırsa hamımız demək ki, insan çünki Allahın surətində də axı, Allah öz surət büsbütün %100, 100% insan Allahın surətində yaradılıbdır. Göz, qaş, saç, sümüklər, ürək, hər şey Allah da belədir. Sadəcə Allahın əvvəli, axırı yoxdur. Allah istəyəndə yanır, istəyəndə sönür. Məhz bu yanan, sönən vaxtı və yaxud da dua vaxtı, məsih etmə vaxtı ruhla dolanda fərqli görkəmləri olur. Fərqli səsi çıxır, əziz bazı qardaşlar. Yəni ata Allah yaradan Tanrıdır. Toxum onun, kəlam onun toxumudur Allahın daxilində. Hətta toxum da belə canlıdır. Hətta insanın da toxumu canlıdır. Bunun bəlkə də tibb bunu sübut edə bilər. Qan haqqında maraqlı faktlar çoxdur ümumiyyətlə. Amma bunu internetdə də maraqlamaq olar. Toxum haqqında, qan haqqında necə canlıdır, necə xüsusiyyətlərə malikdir ümumiyyətlə. Çünki insan Allahın surətinə yaradır. Çünki insan 100% Allaha oxşuyur. Belə. Kəlam Allahın toxumudur dediyimiz kimi insan olur hansı ki, məsələn, Lukan 2 ayə var ki, ümumiyyətlə toxum nədə müqəddəs Bibliyanın hər yerində bu Allahın kəlamı nəzərdə tutulur, əziz bacı qardaşlar. Kəlamın toxumla ən gözəl, güclü müqayisəsi Lukanın müjdəsində İsa Məsih deyir ki, toxum Allah kəlamıdır. Yəni İsa Məsih toxumu Allah kəlamı ilə müqayisə edir. Ən güclü bundan başqa da bir ayə var. Peterin 1-ci məktubunda yazılır ki, biz Allahın çürüməz toxumundan, kəlamı vasitəsilə doğulmuşuq. Yəni biz Allahın həm kəlamından doğulmuşuq, həm də Allahın ruhundan doğulmuşuq. Kəlam Allahın toxumudur, müqəddəs ruhda Allahın qanıdır. Hətta insanın da kişinin uşağı olanda onun toxumu onun qanla qarışır. İnsan dünyaya gələndə qana bələnmiş olur. Bu da ki, Məsihin qanına başqa bir xüsusi Məsihin qanına bir işarədir. Yəni biz dünyaya gələndə Məsihin qanı üzərimizdə olur. Yəni ki, toxum Allah kəlamıdır. Yəni bundan bir çox müqayisə var yeni əyətdə. Amma canlıdır, əziz bazı qardaşlar. Qanı da canlıdır. Müqəddəs su Allahın həm qanıdır, həm nəfəsidir, həm ruhudur. Həm canıdır, çox şey demək olar. Toxum da, həm ata Allah, onun daxilində toxumdur, müqəddəs ruhdur, ikisi də canlıdır. Amma toxum kişidir, erkəkdir yəni. Amma müqəddəs ruh qadın cinsidir. Düzdür, bunu deyəndə bir çox cəmiyyətlər buna inanmırlar. Çünki birbaşa, məsələn, protestantlar buna inanmır. Çünki müqəddəs Bibliyanın heç bir yerində birbaşa müqəddəs ruh qadın adlanmır. Amma bəlkə də adlanmırsa, belə istəyib, belə lazımdır. Amma sirlərini biz qullarına açır. Amma məsələn, Yaradılış 1-ci fəsildə də yazılır, müqəddəs Bibliyanın, yəni Tövratda deyilir ki, insanı Allah öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Sonra deyilir ki, və Allah insanı öz surətinə və bənzərinə görə yaratdı. Onları kişi və qadın olaraq yaratdı. Demək ki, Allah həm kişidir, həm qadındır. İnanın ki, bəzi məsihçi bacı qardaşlar buna inanmır, Allahın kişi qadın olduğuna. Amma yenə deyirəm ki, duanı artırmaq lazımdır ki, onu hiss edəsən, Rəbbi tanıyasan. Onda lap çox. İndi video getdikcə mövzunun gedişatında lap çox bu xüsuslar, əlamətlər sayacağım, əziz bacı qardaşlar. Amma yenə də dediyim kimi, Allahın toxumu, kəlam Allahın toxumudur, müqəddəs Allahın qanı ruhudur, amma fərqli görkəmlərə malikdir. Hər ikisini biz, məsələn, insan dünyaya gələndə bir tərəfdən toxumu qanı birləşir, bayaq dediyim kimi dünyaya gəlir. Bir tərəfdən də kişi ilə qadının sevgisindən dünyaya gəlir. O müqəddəs ruhla toxum, kəlam yəni, ikisinin biz təmasından dünyaya gəlmiş, ikisinin sevgisindən dünyaya gəlmiş. Amma ikisi də bir olan Allahdır. Yəni, həm biraz bəzilər deyə bilər ki, məsələn, bir Allahdır da, ata, oğul, müqəddəs, üçü də birdir. Amma üç şəxsdir. Bəziləri buna müxtəlif mübahisələr, bəziləri deyir ki, bu üç şəxsdir. Deyir ki, bəziləri deyir ki, yox, üç Allah ola bilər. Üç şəxsiyyətlər deyirlər, bir Allahdır. Amma həm birdir, əziz bazı qardaşlar, bir Allahdır. Həm də ki, üç şəxsdir.
Amma yenə də bir Allah, Tanrı birdir. İstəyəndə məsələn bunlar ayrı ola bilər. İstəyəndə məsələn insanın ruhu bədəndən uçur. Məsələn Kəlamda da bu var ki, məsələn insanın ruhu cənnətdə ola bilər, ayrıla bilər. Allahın ruhu da ondan ayrıla bilər, əziz bacı qardaşlarım. Həm birdir, həm də ayrıdır. Ata Allah insan surətində, əvvəli axırı yoxdur. O kəlam toxum, Allahın toxumudur, onun daxilində, kişinin daxilində olan kimi müqəddəs su da Allahın qanıdır. Müqəddəs kitab Bibliyada bu açıqca deyilir. İkisinin təmasından biz dünyaya gəlmişik. Biz doğrudan da Allahdan doğulmuşuq. Doğrudan da. İnsan görkəmindədir. Ruhun demək olar ki, ümumiyyətlə baxanda fiziki aləm nə üçündür? Nə üçün fiziki aləmi Allah yaratdı? Fiziki dünyanı, yəni cismani dünyanı Allah yaratdı. Ümumiyyətlə ruhani şeyləri anlatmaq üçün bütün fiziki müqəddəs kitab Bibliya oxuyanda da bunu görmək olur ki, bütün fiziki aləm ruhani aləmin surəti və bənzəridir. Fiziki aləm elə ona görədir. Ruhani aləmi dərk eləməkdən ötəri. Məsələn, adi bir şey deyim ki, mən çox şey sadalacam, gələcək görəsiniz. Məsələn, biz ruhu görmək mümkün deyil. Nəyə görə? Çünki Allah yanar alovdur. Allahın ruhu yanar alovdur. Allah deyir ki, məni görən sağ qalmaz. Üzrən Allahı görmək mümkün deyil. Allah yazıb ki, heç kim görmür. İsa Məsih tanıdır yəni onu. Ona görə də yəni, görünməyən şeyləri göstərmək üçün, bizim dərk etməmiz üçün fiziki dünyanı Allah yaradır. Hətta bir insan, bütün insanlar məsihsələr surətdə dünyada. Məsələn, insan köhdürsə, arıqdırsa, onun daxilində olan ruhun gücünü göstərir. Hər şey Allahdan, əziz bacı qardaşlar. Amma dua vaxtı fərqli görkəmləri olur. İsa Məsih məsələn Yəhyanın bu ümumiyyətlə bu video əsasən buna əsaslanır ki, Yəhyanın möcüzəsində İsa Məsih deyir ki, bədəniməyəm, Allah deyir ki, bədəniməyəm, qanım içən məndə yaşayır, məndə onda. Mən duaları neçə il əvvəl dualarımı artırandan sonra bilirsiniz 8 il mən 1 saatdan az dua etmişəm. Bəzən yarım saat, bəzən 15 dəqiqə, bəzən davamlı, bəzən davamsız. Yəni böyük güclü inkişaf getmirdi. Amma təxminən bir neçə il əvvəl mən duamı artırandan sonra Allahı yüzlərcə cürbəcür hiss edəndən sonra mən anladım ki, bütün fiziki aləm ruhani aləmin bənzəridir. Dünyada olan hər bir insan Məsihçinin surətidir. İnsanların müharibələri, xalqların döyüşü Məsihçinin ruhani aləmdəki döyüşləridir. Məsələn, insanların qidalanması bizim Allahdan qidalanmamızı göstərir. Çünki onun bədəni, qanı bütün kainatın surətidir. Bütün hər dünyada bu fiziki aləmdə Allah hər şey, pak hər şey oxşuyur əziz bacı qardaşlar. Pak, təmiz hər şeyə oxşuyur. Mən bunu hər cürə hiss edirəm dünyada olan Allah. Allahı hər cürə hiss edirəm. Hər şey Allahın surətində və bənzərindədir. Allahın və Allahdan doğulanların. Amma bizim, yəni onun ruhu bizi bu surəti eləyir. Sonra dualarımı artırandan sonra müqəddəs çünki biz yəni yazılıb ki, yəni kəlamda birbaşa yazılıb ki, yəni biz bədəni Allahın bədəni yeri, kəlamla qidalanır, müqəddəs ruhu içirik. Yəni içi dünyada baxanda yəni müxtəlif cürbəcür qidalar kimi müqəddəslə kəlama müqəddəsi qəbul edən sonra bunu anladım ki, bütün fiziki aləm ruhani aləmin surətidir. Hətta inanın ki, insanların, xalqların müxtəlif xalqlar var, millətlər var da, hamısını görsən ki, paltarları, müxtəlif paltarları var. Kimsə uzun geyir, kimsə məsələn yaponların paltarına baxanda qolların, paltarının elə bir bədənə yaxın hissəsi birləşir də qoldan məsələn müxtəlif xalat, libaslar geyinir də tarix boyu əsr. Bu hamısı məsihçilərin ruhani geyimləridir. Məsihçilərin ruhani geyimi olmasını Vəh kitabında da yazılıbdır. Mən bu bütün cürbəcür geyimlər kimi də hiss elədim. İndi başlamaq olar əziz bacı qardaşlar. Ən birinci şəkil bu şəkilə baxanda görürsünüz ki, atadır, oğuldur, müqəddəs ruhdur. Ən birinci hava. Ən birinci məsələn dua vaxtı biz kəlamla qidalanırıq da, kəlamı qidalanırıq, müqəddəs ruhu içirik. Dua vaxtı ən birinci Allah hava kimi gəlir. Yəni mən duamı artıran sonra Allahı artıq hava kimi hiss eləməyə başladım. Hava kimi belə içinə sərkəsən, nəfəs alasın Allah belə. Hava çünki Allahın bənzərindədir. Yəni bəziləri buna deyəndə bir müsəlmanın birdən təbliğ edəndə deyirdi ki, Allah havadır, yəni belə başa düşmür. Amma sizə bir şey deyim ki, yəni Allah alovdur da, Allah alovdur, Allah nurdur. Amma məsələn Vəh kitabında yazılıb ki, Həvari Yəhya Allahı insan görkəmində görür. Daniel peyğəmbər, Yeşaya peyğəmbər də bu insan görkəmində görür, Yezekiel peyğəmbərdə də. Amma bəziləri alov görkəmdən görür. Yəni bəzən yanır, bəzən sönür. Məsələn Vəh kitabı 4-cü ya da 5-ci fəsildə deyilir ki, Allahın görkəmini Həvari Yəhya belə gördü. İnsana bənzər idi. Yaşən və qırmızı əqiq daşına bənzər. Yəni Allah əqiq daşı kimidir. Yəni yanır, nur kimi olur, belə daş kimi olur. Bahalı bir
belə parıldayan daşqaş kimi olur. Amma əziz bacı qardaşlar, dua vaxtı Allah özünü zəif hiss elətdirir. Ona görə hava kimi. Bəziləri bunu hava kimi olanda məhddə qalır. Məsələn, bir çox pastalar var ya dünyada, hansı ki, vasitələrlə cinləri çıxardır, xəstələrə şəfa verir. Görürsən ki, onlar üfürəndə və yaxud əlini yeyiləndə hava kimi və külək kimi dalğalanır, müqəddəs su. Görürsən ki, insanlar yıxılır. Amma insanlar buna inanmır ki, ya bu müqəddəs su ola bilməz. Çünki müqəddəs su necə belə hava kimi, külək kimi ola bilər. Amma siz duaların buna inanmayan insan qoy duanı artırsın, gör nətər Allah hava kimi hiss edəcək. Allahın, məsələn, külək deyəndə hamı məlum məsələ ki, müqəddəs Bibliyada ruh nəzərdə tutulur. Yəni, bir çoxları buna inanır, Rəbbə şükür olsun. Məsələn, Allahın hava ilə, küləklə ən dəqiq müqayisəsi, məsələn, Həvarilərin İşləri kitabında 2-ci fəslində yazılır ki, müqəddəs su bir külək uğultusuna, külək kimi gəlirdi. Alova bənzər külək kimi. Hər bir insan bunu hiss edə bilər. Yəni, amma Allah özünü, məsələn, bizi kəlamla qidalandırır, müqəddəsin istiri də qidalandırır, hər ikisindən də. İkisi də vacibdir. Allahın daxilindən gəlir, çay kimi. Amma bunlar gələndə kəlamla, yəni müqəddəs ruh, hava kimi olur ən birinci. İkisi də bir olur. Məsələn, adicə bir şey deyim ki, məsələn, yazılıb ki, yaradılış 3-cü ya da 4-cü fəsil yazılıb ki, 2-ci ya da 3-cü fəsildə, məsələn, evlənən bir bədən olur. İsa Məsih bunu da. Evlənən bir bədən olur. Ona heç kim ayırmalı deyil. 2 nəfər evlənirsə bir bədən olur. Yəni bu kəlamdakı kəlamla müqəddəs ruh birdir. Gələndə həm birdir, amma təzə vaxtda adam onları bir hiss edir. Yəni bir gəlir. Hava kimi belə içərimdir. Hava kimi belə dolur müqəddəslə, kəlam adamı dolur. İnanılmaz həzz alır. Belə gözəl hiss edir. Rəbbin sevgisini dua vaxtı, ruhun gücü artır. Belə yanan hava kimi. Hava müqəddəs suyun bənzəridir, əziz bacı qardaşlar, əziz həmiləm. Yəni, fiziki aləmdə insanların hava ilə nəfəs alması, yəni havasız insan ölər də, bizim məsihçilər müqəddəs suyundan qidalanmasını göstərir. Biz müqəddəs susuz, biz ruhan ölərik. Ümumiyyətlə, başqa, yəni, havanın nə xeyri var, məsələn, insana, məsələn, bunu internetdə də, yəni, şəkildə olanları bir-bir araşdırıb, məsələn, Allaha belə lap yaxından tanımaq olar. Məsələn, havanın xeyri nədir? Məsələn, adicə, çölə çıxanda görürsən ki, gözü adam başlıqda ağrı, şağıranda, çölə çıxırsan heç ağrı hiss edəməsin o dərəcədə. Yəni, hava öz cismi müalicə elədiyi kimi, məsələn, müqəddəs suda belə bizə şəfa verir, hava kimi. Biraz da keçirsən, havanın rəngi necədir, havanın rəngi? Böyük ehtimal ki, biz görməsək də havanın rəngi ağ rəngdədir. Tam ağ olmasa da. İndi sonradan deyəcəm o, nəyə görə bunu deyirəm, əziz bacı qardaşlar. İkinci punktda şəkildə baxsaq görərsiniz ki, məsələn, kəlam oğul, yəni un yazmışam, amma müqəddəs su kimi. Artıq ikisini də fərqli adam hiss eləməyə başlayır. Çünki zəif qüvvəni Allah ən birinci özünü hiss elətdirir də. Sonra getdikcə lap güclü hiss edirsə, yəni fərqli qidalar da adını verir. Müqəddəs suya dönür, amma kəlam una dönür. Müqəddəs Bibliyanın harada yazılı su, un yazılıbsa, bunlar kəlamla müqəddəs ruha işarədir. Ən çox müqəddəs ruh Yəhyanın müjdəsində su ilə müqayisə olunur. Yəni, bu videolarda bir çox dəfələrlə onu demişəm, amma burada açıqlamalar, yeni açıqlamalar çox olacaq. Yəni, 90% bu fərqli video alınacaq. Yəhyanın müjdəsində elə deyir ki, kim susarsa yanıma gəlsin. Sonra və yaxud onları verəcək, ruh barədə dedi. Məni iman ilə daxilindən həyat bəxşidən çaylar axacaq. Mən çayla su ilə müqayisə olunur. Məsələn, və kitabında da yazılıb ki, müqəddəs su kimi təmsil olunur. Müqəddəs ruhani sudur. Duanı artırandan sonra əməli başda görürsən ki, su kimi içirsən. Hətta cismani susuzluğu da yatırır. Kəlam görürsən, kəlam amma un dadı verir. Məsələn, hətta köhnə əhdə, Tövratda məsələn un deyəndə kəlam nəzərdə tutulur. İsa Məsih hətta özünü yadınızdadır, Yəhyanın müjdəsi deyir ki, mən göydən enmiş həyat baxışdan, mən göydən enmiş çörəyəm. Çörək. Əvvəlcə un kimi olur, hələ sonradan çörəyə dönür. Görərsiniz, möcüzədir Rəbbim. Görün, nə böyük möcüzədir Rəbbim. Amma kəlam unla ən güclü müqayisə bu təsiridir. İlyas yoxsa Elişa, İlya Peyğəmbərin o hansı ki, yadınızı xatırlayırsanız, o kasıb qadının evinə gəlir, orada yağla unu artırır, heç vaxt yazılır ki, tükənməyəcək. Kəlam orada yağ müqəddəs ruhuydu. Yağ barədə sonra da danışacağım bu barədə. Amma ondan əvvəl un kimi olur. İnanın ki, belə möcüzəli qüvvədə Allah. Biraz da dua edirsən, yəni aylar keçir, kimsə məsələn 5 saat dua edir, kimsə 3 saat dua edir, kimsə 8 saat dua edir, yəni fərqli məhz etmələr olur da, ruhun gücü fərqli olur, yəni kimsə tez hiss elə bilir. Görürsən ki, sonradan kəlam qaymağa döndür, qaymaq dadı verir.
Müqəddəs su da südə dönür artıq. Fikir versəz, nəyə görə bayaq deyirdim ki, su ağ rəngdədir, əziz bacı qardaşlar. Yox, hava ağ rəngdədir. Çünki fikir versəz, görə sonradan suya dönür, sonradan südə dönür, yanır. Allah yanır, qüvvə verir, özünü hiss edir. Yandıqca da görürsən ki, ağrır. Məsələn, süd sudan ağdır. Süd sudan ağdır. Belə çıxır ki, sudakı havadan ağdır. Demək ki, hava görməsə də hava da ağ rəngdədir. Çünki Allahın ruhunun bənzərində yazılır. Müqəddəs su ən çox rəngi ağdır. Kəlamda çox yerdə bu barədə yazılıbdır. Bəzilər bunu ancaq məcazi mənada başa düşür. Deyir ki, məsələn, ağ rəng Allahın salihliyidir, müqəddəsliyidir. Təhsil elə deyir, ruhani görkəmi lazım bacı qardaşlar. Amma bax, fikir versəz, görəsiniz ki, ata Allahdır. Kəlamı özünü hiss elətdirəndə görürsünüz ki, dərisi onun şüşə kimi olur. Amma ruhu, kəlam qaymağa dönür, ruhu da ki, südə dönür. Bədəni də şüşə kimi olur. Hətta banka belə içindəki su Allahın surətidir. Allah belədir, əzizim. Biz də Rəbdə beləyik. Dünyada ümumiyyətlə götürəndə satıcılar kimi təmsil edir, İsa Məsih təmsil edir, Rəbbi təmsil edir. Nə qədər İsa Məsih Allah özünü satıcılarla məsələn müqayisə edir. Məsələn, güməndən göz mərhəması və kitabında və yaxud da müjdədə maddədə deyir ki, kimin paltarını satıb qılınc alsın və yaxud da o qızlar məsələni xatırlayırsınız, yazır ki, 10 qız məsəli, 5-i ağıllı idi, 5-i ağılsız idi, onlar satıcıdan deyir, ayaq alını alma gedən. Yəni, satıcı Allahdır, satıcı dünyada Allahın surətidir. Yəni, bizim salihliyimizin əvəzində Allah bizə verir, yəni ruhun gücünü artırır, bilik verir, müdriklik verir. Hər şey, xeyri nə varsa hər şey Rəbdən gəlir. Allah satıcıdır. Dəfələrlə mən yuxuda da Allah satıcı görkəmi göstərir mənə. Müxtəlif şeylər, kəlam, müqəddəs o təmsil müxtəlif şeylər mənə satır Allah. Bədəni şüşə kimi olur, əziz bacı qardaş. Yəni, bunu dünyəvi insana belə desən ki, məsələn, Allah insan görkəmindədir və onun bəzən bədəni ruhu daxilindəki süd kimi olur, bədəni şüşə kimi olur, banka kimi, banka yoxşur. Bunu adi insan bunu dərk eləməz ki, sən də danırsan, necə Allah banka yoxşur, süd yoxşur. Amma realda Allah belədir. Gələcəkdə çox şey salacaq. Mən hiss elədiklərimi deyirəm, bunu açıqlama kimi Rəbdən qəbul etmiş. Hər bir insana Allaha belə hiss edə bilər. Sonra baxırsan, əziz bacı qardaşlar, sonradan yaman səviyyəcə qalxırsan, yəni görürsən ki, qaymaq kəlam artıq bala dönür. Çünki ruhla dolursan, fərqli dadı olur. Bax, fərqli dadı olur. Bal dadı verir, amma ki, müqəddəs surətdəki yağ dadı verir. Əməli başlı yağa dönür. Köhnə əhdə o müqəddəs kahinləri yağ ilə məhz edirlər. Bu hamısı bizim ruhani məhz etməmizə göstərir. Müqəddəs kəlam belə baldır, müqəddəs surətdəki belə yağdır. Bu vaxtı artıq hətta bir şey deyim ki, bu südə dönəndə müqəddəs o süd kimi içəndə əməlli başlı dünyanı məsələn ağ surətdə, ağ rəngdə görürsən. Ruhun rəngini əməlli başlı görürsən. Sonradan yağa bala dönəndən sonra kəlama müqəddəs suru artıq Allaha adam dünyanın elə bir qızılı rəngli belə eynəkdən baxırsan, dünya şüşədən baxırsan, belə qızıl rəngdən, bal rəngindən, alov rəngindən, yağ rəngindən belə. Dünyəvi insanlar bizim nələr keçirmiş, bütün bunlardan bir xəbərdirlər. Müqəddəs kitabda süddür, baldır, yağdır, Allahın kəlamından əziz bacı qardaşlar, müqəddəs ruha işarədir. Saysız hesabsız ayələr var bu barədə. Məsələn, Yahyanın Zəburda Allahın kəlamı şanə balı adlanır. Allah Rəbb şirin adlanır, köhnə əhdə. Sonra Zəburda, yəni yeni əhdə də yazılır ki, siz dansınız ki, Rəbb şirindir. Yağdakı müqəddəs ruhdur. Gələcəkdə hətta təpələrdən yağlardan süd damacaq, dağdan şərab damacaq. Bu hamısı kəlamla müqəddəs ruhdur. Bütün dünyəvi qidalar Allahın kəlamla bədəni, ruhunun surətidir, əziz bacı qardaşlar. Necə bal görsən ki, bal xeyridir, bədənə, yaraları birləşdirir, çatları. Bal necə xeyridir, süd necə xeyridir, yağ necə xeyridir. Allahın kəlamınla müqəddəs ruhu da belə ruhumuza belə xeyirdir. Amma sonradan hətta Tövratda dəfələrlə yazılır və o İsrail övladlarına deyir ki, sizi süd və bal axan torpağa aparır. Yəni müqəddəs ruhla kəlam axan torpağa aparır. Yəni Rəbb onları öz kəlamınla müqəddəs ruhunu bəsləyəcəyini onu əvvəlcədən deyirdi. Allahın seçilmiş xalqı idi axı. Kəlamda çox geniş yazılıbdır Allahın süd, yağ, bal haqqında saysız ayələr var. Bunlar hamısı müqəddəs olan kəlama işarədir. Həmin vaxtı bədəni şüşə kimi olur. Hətta süd barədə bəhs edəni biraz ötürdüm. İnanın ki, hətta
qatıq kimi olur müqəddəs ruhu içirsən, qatıq kimi. Yanı bəlkə pendir kimi olur, motal pendir kimi, cürbəcür pendirlər kimi olur əziz bacı qardaşlar. İnanın ki, həqiqəti deyirəm sizə, bütün qidaların dadını verir. Süd, pendir, biraz suya dönür, yanır, bəzən qatlaşır, bəzən suya su ayran kimi olur. Bəlkə mən bu videoda bir çox şeyler qaçırdım, hamısını sadar bilmədim, hər şey mənim yadımda qalmaya da bilər. Amma doğrudan da həqiqəti sizə deyirəm, artı, bütün artılara dönür. Doyğa kimi o adam, Allah'a içirsən. Adi insana bunu başa düşməz. Deyir ki, Allah süddür, Allah doyğadır, Allah nədir? Başa düşməz bunu. Amma bütün qidaları Allah öz surətinin bənzərində yarar. Bütün qida, insan yeyən, dünyada yediyi bütün qidaları. Belə bir möcüzəli qüvvədir. Məsələn, adicə bir şey deyim ki, sizə, o Əyyub kitabında möhtəşəm elmi ayələr var. Əyyub bir ayədə deyir ki, məni süd kimi tövmədinmi, pendir kimi bərk etmədinmi? Xatırlamıram 12-ci fəsildə. Hətta orada belə ruhani bizim doğulmamızı göstərir Allahdan. Allahdan doğulmuşum, belə fərqli olur, sonradan fərqli görkəmləri olur. Sonra dediyim kimi bala dönür, sonra yağa dönür. Adicə kəra yağı olsun, sana yağı olsun, məsələn qoyun yağı olsun, bütün müxtəlif heyvanlar yağı, bütün yağların dadını verir əziz bacı qardaş, müxtəlif. Möcüzəli belə qüvvədir, inanın ki, Rəbbi belə hiss edə bilərsiniz. Başdan tökülür, ağızdan içsilsən, belə əlində paltar kimi o az qalır yananda. Sonra bala dönür, belə Allahın kəlamı real baldır, toxumu daxilində olan Allah belə baldır. Hətta bir şey deyim ki, biraz da keçir, bu bal yazılım punktun üstündə dayanmaq istəyirəm. Bəhməz dadını hətta verir, belə yandıqca dadı da dəyişir, bəhməz dadını verir. Gələcəkdə ağaca çatanda bu vədə ağac kimi Rəbbi istəyirəm, o vədə deyəcəm, hətta ağac kimi də Allahın sözünü, gələcəkdə deyəcəm bunu. Əməli başlıma belə bəhməz dadı verir, çünki bütün qidalar Allahın surətidir, Allahın kəlamına, müqəddəs ruhunun. Bəhməz kimi içirsən kəlamına, Allahın kəlamına, müqəddəsin qarşılığına. Belə böyük möcüzəli qüvvədir. Sonra görürsən ki, şirinləşir, inanırsınız, illər keçir, səviyyəcə qalxırsan, şaqalat kimi Allah kəlamı yeyirsən, əməl başdır, konfetdir, şaqalatdır. Məsələn, bal kimi olanda, məsələn, daxildə bal kimi içirsən, Rəbbin bədəni arı pətək kimi olur, belə görsən, belə nəziyi olur, belə dəri kimi, arı pətək kimi, bədən onun dərisi belə olur, bax. Hər bir insan, bunun milyonlarla insana dünyasını dəyişib, ölüb, vəfat edibdir, amma bütün bunları bilmir ki, hər şey dünyada Allah'a təmsil edir, hər şey Allahın surətindədir. Bal kimi içəndə, belə pətək kimi olur, Rəbbin bədəni, məsələn, ata pətək kimi olur, içində bal, kəlam bal kimi axıra, yağ, müqəddəs yağ kimi olur. Hətta çoxlu ayələr var bu barədə. Nəğmələr nəğməsində deyir ki, o kəlam deyir ki, sevgilimin ağzından o Rəbb deyir da, süd və bal axır. Dua edirik, ağzımızdan axır, sel kimi. Həm də qidalanırıq Rəbdən. Sonra yağ kimi olanda artıq Rəbbin bədəni, ata məsələn, o görürsən ki, o kapron belə plasmas qablar olur, yağlar elə qablarda olur, plasmas qab kimi olur. Artıq bu dünyada ümumiyyətlə nəyin içindədirsə, bu məsihlərin Allahı göstərir. Nəyin içindədirsə. Məsələn, konfet kimi olanda Rəbbi yeyirsən, onun bədəni, məsələn, içində konfetdən görsən, mət olur. Allah belədir, bəzi bacı qardaşlar. Bədəni belə, bunlar kəlam belə mət kimi axır. Və yaxud da cürbəcür şaqalatlar var. Dünyada nə qədər şaqalat varsa, nə qədər konfet varsa, belə şirin çayla içilməli və yaxud yeməli, bunlar hamısı, məsələn, şey olsun, baxar dərk eləməz bəlkə də, amma mən Allahın nə qədər hiss edirəm, hamısını bunda demək istəyəm doğrudan, amma belədir, bütün qidalar Allahın surətindədir. Sonradan əziz bacı qardaşlar, dua edilsə, artıq səviyyəcə qalxırsan, artıq kəlamla müqəddəs qarışıq şərab kimi olur. Müqəddəs kitab Bibliyanın hansı yerində şərab yazılsa, bunun ruhani mənası, bu müqəddəs kəlaməsi, Allahın şərabı, Allah belə şəraba dönür. Həmin vaxt Rəbbin bədəni şüşə kimi olur, toşla putulka olur, o putulka şüşəsi nətər olur. Toş Allahın bədəni belə, əlbələ axırı olmayan belə qüvvədir, bədəni şüşə kimi, putulkanın içində elə bir şərab kimi, ruhuna kəlamla müqəddəs qarşı belə şərab kimi olur. Bütün spirtli içkilər dünyada hamısı müqəddəs kəlamın surətidir. Pivəyə baxsaz görəsiniz ki,
Şərab da məsələn Allahın qanıdır, yenə dedim ki, müqəddəsdir o. Kəlamda saysız hesabsız mən bu məsələn statlar gətirə bilərəm. Məsələn İbrahim Melxisedekin qabağına məsələn şərabla və yaxud da Davud Yessə öz oğlunu göndərmişdi o qardaşlarının yanına, çörəklə şərabla, çörək Allah kəlamı şərabı, şərab müqəddəs ruha və yaxud da müjdədə deyilir, o məsələ deyilir, o quldurlar birini döyürlər, sonra biri keçir, Samariyalı keçir orada şərabla, yağla, zeytun yağla məhz edilir. Hamısı kəlam, bizim ruhani mənası onu kəlam, şərab deyəndə kəlamla müqəddəs ruhun qarışıqdır. Artıq bax, qarışıq bir olur artıq, şərab bir olur. İnsan məsələn iki sevişən şəxs bir olduğu kimi kəlamla da müqəddəs su qarşı bir olur, şərab kimi, belə şərab olur. Pivə kimi olur bəzən, elə bir pivə kimi müqəddəs su içirsən. Baxsaz görərsiniz ki, pivə məsələn alov rəngindədir, qızıl rəngdədir. Ona görə ki, Rəbbin ruhunun bənzərindədir. Baldır, yağdır, qarşı bir şərab kimi, konyak kimi olur, araq kimi olur, rom kimi olur, viski kimi olur. Müxtəlif, məsələn, çaxır kimi olur, müxtəlif spirtli viski kimi olur. Və ən çox həzzi bunda alırsan. Əməli başlı Rəbbin sevgisini adam sərxoş olur. Düzdür, bəzi adamlara bunu deyəndə deyir ki, ağlımız başımızda olmalıdır. Biz belə deyəndə qorxuluyor, fiziki mənada başa düşür, əziz bazı qardaşlar. Kəlamla müqəddəs su qarışır belə, duru olur həmin vaxtda artıq. Bal yağı duru olur, artıq şəraba dönür. Görürsən ki, artıq spirtli içki kimi içirsən, əməli başlı ətirdir spirtli içki. Yəni, bu Allahın özüdür. Şimdi bəzələrə deyəndə bu qorxu edir, ağımız başımızda olmaz. Bu Allah bizi ağlımızı başımızdan alsa deyir ki, biz gedib günah elə. Ən güclü hissləri bax bunda gəlsəm, şərab kimi müqəddəs sunan şərab, Allah'a belə müqəddəs sunan kəlam etsəndə ən güclü hissləri bunda gəlsən. Əməl başlı sərxoş olursan, əməl başlı dərdi qəmi unudursan, görürsən ki, səbə spirt belə yağır, baxanda spirt belə yağır. Spirtin özünü görürsən ki, müalicə üçün istifadə edirlər şərab kimi. Bütün spirtli içkilərə dönür dua vaxtı. Onun səviyyəcə qalxdıqsa müxtəlif cür hissəsən. Rəbbin bədənində şüşə kimi olur. Yəni, adi insana bunu deyəndə deyəsən, məsələn, araq Allahın surətidir. Şüşə, Allah belədir, bədənin şüşə kimi olur. Nəyə görə şüşə görkəmdə, banka görkəmdə olur? Süd kimi içəndə biraz geniş olur, ona görə banka genişdir. Amma belə şərab kimi içəndə müqəddəs olan kəlamı, əziz bazı qardaşlar, duru olur, artıq belə yığıcam olur, şüşə kimi, butulka kimi olur, doğrudan elə olur, Allah elə olur bizdə. Bütün spirtli içkilər deyir, hamısı Rəbbi təmsil. Amma insanlara deyəndə bunu biraz narahatsızlıq olur. Allahın ruhudur. Mən Allah belə müqəddəs olan kəlamı spirt kimi içəndə, biz nə qədər insan Allaha bağlıdır. İlahilər oxuyan nə qədər həzz alırsan Rəbbin sevgisindən. Adam, məsələn, internetdə oturursan, açıq-saçıq şəkillərə, qız şəkilləri keçir gözün qalanı, internetdə hamının qarşısına çıxır da, heç belə şəkillərə baxmırsan. Rəbbə o qədər bağlansın, Rəbbə o qədər sevgin artır. İnan ki, 7 saat belə şərab kimi içmişəm müqəddəs olan kəlamda, 7 saat məsələn ilahələrlə həmd eləmişəm. Adam Rəbbdən ayrılmaq istəmir. Çünki elə böyük duyğular yaşayırsan məsələn. Ümumiyyətlə bunların hamısı böyük duyğular yaşayırsan. Hava kimi qabiləndə başqa kimi ciyərinə çəkirsən bir Rəbbi, gözəl hisslər keçirirsən. Məsələn, su kimi içəndə başqa su kimi lap ən çoxlu su kimi hiss edirsən. Müqəddəs sudur. Bu barədə axırda videonun axırında lap geniş var bu barədə danışacağam, amma çünki başlarında adam zəif su kimi adam hiss edir Rəbbi də, içirsən müqəddəs suya. Sonradan lap güclü suya dönür. O barədə ən geniş danışacağım videonun axırında. Sonra süd kimi içəndə başqa görsən ki, başqa duyğular olur. Bilirsiniz, hətta bir şey deyim ki, bu Vəh kitabında yazılır Allahın 7 ruhunun sahibi, məsələn İsa Məsih haqqında. Bəziləri deyir ki, o ayədə görək ki, yanlış tərcümə ediblər. Allahın 7 ruhunun, Allahın 7 ruhu yoxdur da. Məsələn, bir ruhu var, bir söhbət bir ruhdan gelir, səhv tərcümə ediblər. Amma bəlkə də elədir, mən bir söz demirəm. Məsələn, amma yenə də ruhun daxilində ruh kimidir. Biz fərqli olur, əziz bazı qardaşlar. Ruhun gücü artırsa artıq suya dönür. Müqəddəs olan kəlam südə dönür, bala dönür, yağa dönür, müxtəlif qidalara dönür. Bunlar hamısını bütün insanın yediği qidalara dönür. Axırda şəraba dönür. Şəraba dönür, axırda müxtəlif spirtli istik kimi olur. Rəbbin qanı şəraba dönür, əziz bazı qardaşlar. Ən güclü duyğuları bununla keçirsən. Amma mən bu videoya baxanda bəzi insanı belə səhv başa düşə bilər. Mən demirəm ki, şərab məsələn içmək yaxşıdır. Məsələn, mən əvvəlcə onu deyim ki, müqəddəs Bibliyanın heç bir yerində spirtli içki qadağa yoxdur. Heç bir yerində. Məsələn, Efesləri bölümdə açıqca yazılır ki, şərabla sərxoş olmayın. Müqəddəs ruhla dolun. Yəni Allah həmişə sərxoşluğu pis qınayır da. Yenə də, amma mən demirəm ki, məsələn, şərab yaxşıdır. İmanlı insan içməsə yaxşıdır. Məsələn, spirtli içki ən yaxşısı odur. Məsələn, içib günah edə bilər, səhv edə bilər. Ən yaxşısı
duanı artırarsan müqəddəs sudan kama belə spirtli içki kimi içəsən. Amma yenə də hər şey Rəbbin iradəsi. Bir qardaşa xatır edirəm, sosial şəbəkədə deyir ki, şərabı, məsələn, şərab iblisin işidir, şeytan hazır şərabı. Əziz bazı şeytan dünyada heç nə yaratmır. Yaradan bir yaradan var, o da Allah, Tanrımızdır, Rəbbimizdir. Yəni şərabın fiziki şeylər, yəni ruhani şeylərə göstərir. Rəbbin ruhunu göstərir. Rəbbin ruhu belə şəraba dönür. Amma yenə də insan, yenə dediyim kimi, təkcə Allahın ruhundan belə qidalansa, şərab kimi isə yaxşıdır. Bax, bu şəraba dönəndən sonra yenə dediyim kimi bir olur, artıq duru olur, biri olur, su kimi durur. Ən güclü duyğuları keçirirsən həmin vaxtda. Məsələn, adicə spirtli içki içən insan görürsən ki, biraz yerişi dəyişə bilər, dua vaxtı adam yerişi dəyişə bilər, keyfli adam kimi belə gəzə bilər. Dua vaxtı təhsil otağındayım, demirəm ki, mən kimləsə bunun narahatçılıq olsun. Belə toşla spirtli, belə sərxoş olursan, Rəbbin sevgisindən, dərdi qəlmi unudursan, Rəbbə o qədər yaxınsan, o qədər ağlı sızlıysan, yaxınların üçün dairəsin, istəyirsən ki, hamı qurtulsun da, hamı xilaslansın, hamı Rəbbi belə hiss eləsin, o qədər böyük hiss çəkilsin. Yəni, mən tam sözlə ifadə eləmək olmur bunu. Bu müqəddəs su belə bəzən yananda hava kimi olur, su kimi olur, duru olanda. Belə içəridə çanxalanır, bir insan keyfli kimi olur, ayağı tutub, az da belə görsən ki, keyfli adam kimi, ağız da hətta görsən ki, ağız da biz o spirtli içki içən adam görsən, bir ağzı danışıq dəyişir var, doğrudan həmin dəyişdir, amma gözəl duyğular keçirir. Yəni, çoxlu misallar gətirmək olar ki, müqəddəs kitab Bibliyadan hamısı şərab deyəndə müqəddəs ondan kəlam nəzərdə tutur. Allah belə şərab, Allahın qanı belə şərabıdır, əziz bacı qardaşlar. Bundan sonra hamısına bəhs edirəm. Məsələn, baxdığınız kimi, məsələn, atada şüşə yazmışam, oğulla, yəni kəlamla müqəddəs şərab olur, belə Allahın belə, məsələn, belə sonradan artıq yanmağa başlayır. Bax, bundan sonra ən güclü, ruhun gücü çox güclü hiss edirsən. Yananda adicə bir şey deyim ki, məsələn, spirt kimi, spirtin özü də yanır. Belə alov yananda, əziz bazı qardaşlar, belə müqəddəs olan kəlam qarışır da Allahın daxilində. Bütün dünyada nə yanırsa onun kimi yanır. Yəni, hər şey Allahın surətindədir. Qaz kimi yanır. Məsələn, elektrik cərəyanı kimi yanır. Benzin kimi yanır. Hər şeyə oxşayır. Adətən yuxarıdakı qonaqlar bir şeyə baxanda, baxın, məsələn, elektrik cərəyanı kimi yanır, su, elektrik cərəyanları, məsələn, sudan istehsal edirlər də, emal edirlər də, məsələn, sudan yaranır, qaynağı odur, sudandır. Gərginlikdən belə tok olur da. Sonra, məsələn, yağın özü, yağ kimi içəndə bir benzin kimi olur, neft kimi olur. Hətta bir şey deyim ki, yağ kimi, benzin özü görsə, neftin özü görsünüz ki, alov rəngində. Çünki Allahın ruhunun bəzəbə benzin kimi yanır. Su kimi, su elektrik cərəyanı sudan götürür. Məsələn, hava da yuxarıda, qaz yalan hava da. Məsələn, yağ benzinə oxşuyur, benzin kimi olur. Yananda belə müxtəlif qaz kimi, elektrik cərəyanı kimi yanır, belə benzin kimi, ocaq kimi yanır. Hətta bir şey deyim ki, baxsınız, dünyada bir çox müxtəlif insanlar var da. Məsələn, kimsə ağ rəngdədir ən çox, kimsə bal rəngindədir, alov rəngindədir. Məsələn, neqrlər var ki, zəncilər Afrikada yamyaşıldır, gömgöydür, qaradır, bunlar da qaralar deyirlər. Bunlar hamısı kimsə qara yanızdır. Məsələn, Çinlilər qızılı rəngdədir ən çox. Axır videonun sonunda çox geniş bu barədə danışacağam. Məsələn, bunlar hamısı Allahın rəngidir, əziz bacı qardaşlar. Çünki hər bir insan günahkar olsun, mütbərəs olsun, dilindən asılı olmayaraq, hamısı məsihçilərin Allahın surətindədir. Biz məsihçilərin, demək olar ki, ruhani rəngini göstərir. Məsələn, bayaq dedim ki, bəhməz rəngindədir, bəhməzə dönür də müqəddəs olan kəlam. Hətta baxsınız ki, o zəncilərin rənginə baxsınız internetdə şəkil qof yanaşı, bəhməzi də qoysa, %100 bəhməz rəngindədir. Yəni, bütün fiziki aləm, dediyim kimi, ruhani aləmin surətidir. Məsələn, baxanda, siz hətta yer kürəsi özü də Allahın bənzərindədir, əziz bacı qardaşlar. Xalqlara baxanda, məsələn, Afrikanın mərkəzindən götürək də, görək, nə qədər xalqlar var ki, qara dərilidir, zəncilər daha məsələn. Hamısı bu qədər yananda belə olur. Bəhməz kimi içəndə, məsələn, biz həmin neqr kimi, bütün məsihçilər bu səviyyə qalxanda təsəvvür qara dərili, zənci kimi görsənir, amma ruhda. Yəni, bu belə davam eləmir. Sonradan getdikcə dəyişir də, yəni rəngi də dəyişir. Məsələn, süd kimi o müqəddəs su axanda ağappaq olur ruhda. Ruhun rəngini göstərir. Fiziki aləm onun üçündür. Sonra görsən ki, hətta yer kürəsində Allahın bənzərində. Görsən ki, məsələn, Afrikadakı yaşanan zənci, görsən ki, qara rəngdədir zəncilər. Məsələn, yuxarı baxanda Misirlərdir, ərəblərdir.
Getdikcə görürsən ki, biraz qara yanızdır. Biraz da yuxarı baxanda görürsən ki, İtaliya, İspaniyada, Portuqaliyada, İtaliyada, Yunanlarda bir trayektoriyada da, Avropada onların məsələn, onlar da sarışındır, amma biraz qarışın təbii, qəhvəyi rəngdədirlər, qarışın deyək ki. Şimaldakı xalqlara baxanda məsələn, Almanlar da, Ruslar da bunlar artıq çox sarışındır. Hətta Almanlar, Ruslar, Hollandlar, İngilislər. Biraz da şimala gedəndə görürsən ki, məsələn, Finlərdir, ağ Finlər deyirlər, Finlərdir, Norveçlilərdir, Danimarkalardır, Skandinav xalqları, İsveçlilər, bunlar görürsən ki, saçları artıq qızıl rəngdə, həm də ki, ağappaq qızıl rəngdə, ağappaqdır. Getdikcə görürsünüz, yanır. Çünki yer kürəsinin özü də Allahın bənzərindədir. Məhz etmə vaxtı Allah yanır, bəzən sönür. Bu həmin vaxtı müxtəlif rənglərdə olur məscidçilər. Çünki Allahın rəngi də müxtəlif olur, əziz bacı qardaşlar. Tanrı belədir. Tanrı bizdə belə surət alır. Ona görə Daniel Peyğəmbər, sonra var Yahya, Rəbbi görəndə saçları yun kimi ağ idi. Alov kimi yananda deyirəm ki, bu alov ki yananda belə ocaq kimi yanır, qaz kimi yanır, elektrik səni kimi müxtəlif belə sisləri keçir səni. Həmin vaxtda alovun, məsələn, adicə bayaq qaçırdım biraz, məsələn, bal rənginə baxanda, bal punktuna da, arılar da, məsələn, mən bu hər punktun üzərində dünyada nə onlarla əlaqəlidir, ondan bəhs eləmək istədim. Məsələn, arılar məscidçilərin surətidir. Biz ruhda uçuruq. Kəlamda yazılır ki, biz göylərdə döyüşürük. Biz ruhda uçuruq. Bal kimi arılar hamısı məscidçilərin surətidir, əziz bacı qardaşlar. Arılar. Toxşda bizim ruhda rəngimiz elə olur. Sarı, qara, arı rəngdə. Hətta güclü xalqlar, böyük xalqlar var ki, məsələn, Almanlardır, görürsən ki, bayraqlarında var ya, o əmrə, ağ, qara, ağ, sarı rəng. Məsələn, onlar ruhda güclü məscidçiləri təmsil edir, surətidir, güclü xalqlar. Hansı canlılar, hansı qida ilə əlaqəsi var, onlar biz məscidçiləri göstərir. Bütün canlılar, quşlar olsa, heyvanlar hamısı məscidçilərin surətidir. Məsələn, alov rənginə baxanda, biraz bunun üstünə dayanmaq istəyirəm. Alov rəngində olanda baxırsınız ki, alov rəngində heyvanlar hamısı məscidçilərin surətidir. Məsələn, mən duanı artırandan sonra gördüm ki, artıq müxtəlif heyvanlar səsi, heyvan səsi kimi çıxır adamın. İsa Məsihinin adını çəkəndə, məsələn, ruhda danışan, dua edəndə, müxtəlif heyvan quş səsləri çıxır. Məsələn, pələklərə da İsa Məsihimiz ruhda poşlu aslanlara oxşayırıq, belə. Ruhun rəngidir. Görürsən ki, alov rəngində də şirlər, pələklərə baxanda yenə qara, sarıdır. Məsələn, türklərə baxanda rəngi, məsələn, yenə də qara, sarıdır. Ruh yananda belə oluruq biz demək olar ki. Məsələn, adicə şirlərə baxanda elə belə bənzəsə mənada məscidlər şir adlanmıyor və ya müqəddəs kitab Bibliyanda. Toxşda onlar necə o surətdə, necə o görürsən ki, hansı pozda döyüşürlər, məsələn, şirlər, pələklər belə sol tərəfində, həmin vaxt ruh güclü yanır. Səs həmin vaxt bütün canlılarda səs müqəddəs ruhun səsidir, bizdə olan səsi. Bizdə olan Allahın səsidir. Ruhdan dolduqca səs də qalın olur. Pələk səsi, aslan səsi kimi çıxmaq belə olur, elə. Sonra şirə baxanda görürsən ki, saçı olur, müqəddəs olur, belə saç belə olur, mənə başda. Ruhani saç. O ki, qaldı o canlıların, məsələn, vəhşi heyvanlar var, məsələn, onların hamısı qidalanması bizim Allahın kəlamınla, yəni bədəninlə, kəlamınla, müqəddəslə qidalanmasını gözlər, əziz dostlar. Rəbbin bədəni müxtəlif, insan yediyi, canlıların yediyi bütün ət kimi olur. Bütün ət qidalarının dadını verir. Məsələn, şirlərdən sonra pələklərdir. Sonra baxanda, aya baxanda, ayı kimi, adam belə bir şey deyim ki, ən çox insan əziz bazı qardaşlar, məsələn, fiziki qidalarını, fiziki yemək yiyəndə insan gərir də, ağzından qaz çıxır da, yeməyin qazı çıxır. Ruhani qidalarında belə qaz çıxır. Gərmək, yəni gərmək deyəndə heç kimi belə dissilməsin, pis təsir eləməsin, yəni mən istəyirəm ki, burada hər şey açıq deyim də, məsələn, gərirsən belə ruhla dolduqca, Rəbbin adını çəkdikcə, həmin vaxtda elə bir görsən ki, aslan səsi nə tək çıxır, dərinlə elə çıxır, və yaxud da pələn səsi, və yaxud da ayı səsi, hamısı bütün heyvanlar məscidçilərin surətidir. Məsələn, həmin müqəddəs suru pələk dərisi kimi olur, elə bir ki, aslan dərisi kimi olur, ayı dərisi kimi olur, toşun elə olur, gərəndə də həmin səs çıxır. Və ən çox səsə görə, bir də ki, bu
yanan tüy kimi olur. Mən ona görə buna əsaslanaq deyirəm. Kimsə buna razılaşmaq deyil. Dünyada bütün canlılar istəyir nə bilim, bütün canlılarda heyvanlar olsun, ev heyvanları, çöl heyvanları, ev quşları, çöl quşları, sürünən canlılar olsun, suda yaşayanlar olsun, bütün quşlar hamısı məsihçilərin surətidir. Çünki ruhda hamısı bəşəriyyətə məlum olan bütün heyvanların, canlıların səsi çıxır müqəddəs surda. Müqəddəs sur sudur. Danışanda doğuşda həmin səslər çıxır. İndi getdiniz lap geniş bu barədə bəhs edəcəm. Sonra məsələn aya baxanda gəlirsə belə ayı kimi səs çıxır, belə həmin ruhun qazı çıxır, bilirsiniz. Adamın tükləri hələ ayı tükü kimi, pəncəsi ayı pəncəsi kimi olur. Məsələn ən güclü heyvanlardan biri də məsələn şirdir, pələngdir, ayıdır. Məsələn pələngə baxanda məsələn onlar ceyran, cür, zebra, müxtəlif maral heyvanları yeyirlər da, məsələn vəhşi heyvanlar. Rəbbin bədəni elə olur. Müqəddəs olan kəlam Yəhyanın müjdəsində deyir ki, Rəbbin bədənlə qidalanırıq. Müxtəlif belə dadlı əhdalat verir. Və bəzi bu insanlar buna müsəlmanlar da baxa bilər, ateistlər də. Məsələn deyər ki, yəni necə Allahı yeyirsiniz, siz belə təsəvvür edirsiniz, əziz bacı qardaşlar, əziz dostlarım, əziz həmyerlər. Yəni insan biz bərabər qidalanırıqsa, bu demək deyil. Yəni fizik qidanla qidalanmır. Yəni cism ruhla qidalanırsa, bu demək ki, yəni bunda anlaşılmaz bir şey olmalı deyil. Məsələn baxırsan ki, insan hava ilə dolur, hava ilə qidalanır. Yəni hava yenə içimizdə canlıdır. Məsələn istəsən hava buraxırsan. Məsələn və yaxud da mobillə elektrik cərəyanından gözə görünməz hava görünmür. Elektrik cərəyanı görünür. Məsələn mobillə elektrik cərəyanından dolur. Biz də elə doluruq. Allahdan qüvvə verir bizə. Özü daxilimizdə yerləşir. Özü bizə hiss edir. Yəni Allah belə öldürüb yemir. Da belə bir pis çıxmasın. Məsələn vəhşi heyvanlar oynayır. Yəni sadə sözlərlə izah edirəm ki, bəzi insanlar bunu başa düşsün. Allah ruhdur. Məsələn cism ruhla belə qidalanır. Sonra aya baxanda baxırsınız ki, məsələn, ayı ən yüksək səviyyə çatmış, şir kimi yüksək səviyyə çatmış əziz bacı qardaşlar, məsihçilərin surətidir. Baxırsan ki, ayı həm meyvə yeyir, hansı Rəbbin bədənidir bu da. Ayı həm balıq tutub yeyir, bu barədə geniş nazar, hətta balığa dönür Allahın Rəbbin bədəni. Kəlamda bunun çox təsdiq edən ayələr var. Məsələn, sonra ayı bal yeyir, ayı həm, məsələn, ceyran da tutub yeyir, məsələn, hər şey yeyir ayı. Bu, o demək ki, o güclü məsələlər var ki, Rəbbi cürbəcür hiss edir, cürbəcür qida ki, birədən qidalanır. Bu, onu göstərir. Sonra hətta inanın ki, İsa Məsihinin adına elə olur ki, müqəddəs suda belə bir, görürsən ki, İsa Məsihinin adını saniyədə bəlkə 7-8 dəfə adam çəkməli olur. Məsələn, murdarlar hüzmələyəndə İsa Məsihinin adını çəkəndə, onlar çəkilir, həmin vaxtı görürsən ki, toşlu canavarların, çaqqalların, kaftarların, tülkülərin, o genalar deyilir, kaftarlar, onların səsləri kimi çıxır. Belə çox toşlu, dəqiqliklə həmin səslər çıxır, dəqiqliklə. Çünki bütün fiziki aləm, ruhani aləmin bənzəridir. Bütün canlılar məsihçilərin surətidir. Bütün bitkilər, ağaclar, hər şeylə məsihçilərin surətidir. Biz də surət eləndə Allahın özü, həmin səslər çıxır. Baxırsınız, görürsünüz ki, canavarların səsi, mən belə səhv başa düşürdüm. Elə bildim ki, canavardır, çaqqaldır, bunlar hamısı murdar ruhların, cinlərin surəti. Elə deyil, dünyada hər şey məsihçilərin surətidir. Müqəddəs kitabda bəzi vəhşi heyvanlarla kimsə murdar ruhla müqayisə oluna bilərik, amma biz onlar da ruhdur, onlar da belə fərqli görkəmlərə malikdir ona görə. Amma baxanda ən birinci məsihçilərin surətidir, əziz bacı qardaşlar. Həmin baxanda canavar səsi elə bir uluyurlar belə. Görürsünüz hamısında U hərfi var. Ən çox heyvanlar o görürsən it də oluyor, bayquş da oluyor. Görürsən ki, canavar saqqal da oluyor, U hərfi. İsus adını məsihçilərə çəkəndə məsələn belə həmin səslər çıxır dəqiqliklə. Onların tükləri kim yəqin çoxlar deyir, biz ruhda necəyik? Biz ruhda necəyik? Ruh necədir? Bu heyvanlara baxıb özümüzü görə bilər. İndi qürurlu insan bunu götürməz. Mən sən çaqqalın deyər ki, çaqqala bənzədirsən, müqayisə edirsən. Mən məsihçi Rəbbin övladıyam, amma bəzi insanlar bunu götürməyə bilər. Amma dəqiqliklə bu tük elə olur. Bütün heyvanların tükü kimi hiss edirlər. Hətta quş tükləri kimi. İndi quşa da gəlib sadaşam. Toş da elə olur, heyvan tükləri kimi olur. Səsdəki həmin canlıların səsi çıxır. Necə bu? Kimsə buna inanmaya bilər. Deyək, nə fizik aləm, ruhani aləmin surəti. Kimsə buna inanmaya bilər. Necə sən deyək ki, itim, küçük, canavarı, saqqalı, məsihçilərlə müqayisə etsən Rəbbin övladlarının. Amma necə ola bilər ki, həmin səslər çıxır müqəddəs ruhda, dəqiqliklə. Yüzlərlə, minlərlə səs çıxır mən İsa Məsihinin adını çəkəndə, dua edəndə. Bir video var, namalum dildə ona quş səsi çıxır, onu da internetdə də belə yerləşdirmişəm. Tük də adamın müqəddəs yalanda bir tük kimi olur. Ət üstündə tük, toşla elə olur. Bütün canlılar Allahın
Allahı təmsil edir. Allahın surətindədir. Böyle heyvanlar başqa insana yedirdim ki, bunu dərk edə bilməz. Bunun üçün, amma kim buna inanmırsa, mən burada ya başqa təlim yaymıram. Kim buna inanmırsa dualarını artırsın. Bunu Allah'a bütün bunlar dediklərimi hiss eləmək üçün, dərk eləmək üçün, inanmaq üçün bunu mən başqa təlimi yaymıram. Dəfələrlə bunu demişəm. Sadəcə dualarını artırmaq lazım. Bunun yolu budur ki, azı 40 dəqiqə, 1 saat, yaxşı olacaq saat yarım səhər duası, o qədər də gecə duasını edəsən. Heç olmazsa bir axşam tərəfində bir dəfə dua eləsin. Nə qədər gücün saatlar. Yəni axşam duasını ötürə də bilərsən də. Kimsə məsələn elə olar ki, qonaq gələ bilər, işin ola bilər, işdə ola bilərsən, amma səhər gecə duasını gələsə ötürməsən. Əsasda gecə duası lap vacibdir. İkisi də səhər gecə duası. Gecə də yatmamış, tənbəllik eləməsən də. Çünki gecə məhz etmə, gecə duası səhər duasından səhər duası gecə duasından asılıdır. Gecə ruhla güclü dolanda səhər lap böyük güclü məhz etmə olur. Ruhla güclü dolursan. Duanı kim artırsa, bütün bunları hesab edir. Bunu hiss edə bilər özündə. Bütün qidalar kimi hiss edə bilər. Müqəddəs sunan kəlamı. Amma insanlar var ki, nə qədər məsələn 90% var ki, ruhani körpə çıxmalı, heç hava kimi hiss eləmir Rəbbi. Birinci hava kimi Rəbbi hiss elə bilmir. Çünki ruhda zəifdir axı, körpədir. Bir çox insanlardan danışıram. Deyirəm ki, ruhda körpə kimi qalmışsan da, yəni bir tərəf mehribançılıqla deyirəm, heç kimə bu xoş gəlmir. Bəzi deyir ki, mən körpəlikdən çıxmışam. Əziz bacı qardaşlar, körpə kimdir ruhani körpə? Kimdir ruhda zəif? Kimdir ruhda səviyyədə qalxmış? Bax, bu fiziki aləm, ruhani aləmin bənzəri olduğu kimi, baxırsınız, ən birinci körpə süd içir. Sonradan başqa qidalar verirlər də, körpəyə birinci süd verirlər. Bax, o məsihsi ki, müqəddəs ruhu süd kimi içir, o artıq demək olar ki, körpədir. Amma süd kimi içmirsə və yaxud da hava kimi qəbul edilmirsə və yaxud da su kimi içmirsə, bu artıq heç körpə də deyil, zəif məsihsidir ruhda, çox zəifdir. Buna körpə də demək olmaz artıq. Körpə görünüşü də yoxdur həmin məsihsiz ruhda. Yəni, bunun əlaməti budur. Körpə süd içir. Kim körpəlikdən çıxırsa, körpədən çıxmanı da göstərən budur ki, yəni artıq südü keçir, süd kimi içmir. Hətta yağ kimi müqəddəs su içir, bal kimi içir, şərab kimi içir, müxtəlif qidaları kimi. Bütün qidalar insan dolma olsun, doyğu olsun, aş olsun, bu gələcəkdə gələcək xəmir xörəklərinə də hamısına. Hamısı Allahın surətidir. Bayaq dediyim kimi, məsələn, canavarlar da, çaqqallar da, baxanda hamısı məsihçilərin surətidir. Məhz ruhda tükün rəngi belə olur, ət elə olur, yediyi qida elə olur, onların yediyi qida kimi, Allahın bədəni. Səs də həmin səs çıxır. Əsas o kaftarlar var, görsən ki, pərək də, onlar çoxanı pərək də onlardan qorxur, geri-geri çəkilir. Bir tək belə onlardan bacarmır. Həmin məsihçilərin surətidir, bağlar. Ruhda həmin səslər çıxır. Hələ görürsən ki, qısa müddətə görürsən ki, çöl öküzünü yeyirlər, qısa müddətə. Görürsən ki, həmin qısa müddətə Rəbbin bədəni elə yeyirsən, qısa bir müddətə qidalanırsan elə. Çoxla, saniyədə bəlkə 7 dəfə, 8 dəfə, 10-15 İsa Məsihinin adını çəkmək olur, bu qədər suda elə sürətlə alınır ki, elə Rəbbin bədəni qısa müddətə belə yeyirsən qısa, həmin səslərlə tez. Sonra başqa məsələn, düzdür, canavarlarla, çaqqalarla, məsihlərlə o müqayisə olunduğu ailəmə bilmirəm, kəlanda sanki yoxdur, amma məsələn, yazılıb ki, çöl öküzü kimi mənə güc verdi. İsa Məsih, məsələn, imanları qoyunlarla adlandırdı, qoyunlarla çox müqayisə olundu. Məsələn, gələndə toşdan belə qoyun səsi kimi çıxır, toşdan həmin səs çıxır, qoyun səsi kimi çıxır. Tük də qoyun tükü kimi olur, yağlı olur adam belə, qoyun 30% yağ, qoyun çox yağlı heyvandır. Məsələn, çöl öküzü kimi böyürürsən, belə gələndə belə göbəyir, öküz səsi kimi çıxır belə. Allahın üstündə belə soxda da bunun ruhun rəngi də elə olur. Öküz kimi, elə toşla özünü elə hiss edirsən. Və yaxud da keçi kimi qoyunlar və yaxud da ki, at kimi İsa Məsihinin adını çəkirsən, ruh belə dirənir belə. Toşla kişniyir, belə kişniyirsən, belə səslər çıxır. Sonra öküz səsi kimi dediyim yenə, bütün dəvə kimi, dəvə ən çox baxırsan ki, ən çox güclü ev heyvanlarına biraz bəhs edeyim, güclü məsihçilərin surətidir. Baxırsan ki, məsələn, dəvənin belində yağ əməl, yaxında müqəddəsin belə yağ əmələ gəlir. Sonra dəvə nətər böyürür, toşla belə gələndə həmin səslər çıxır, əziz bacı qardaş. Yəni, iblis mənə fikirlər belə göndərir ki, bəzən səsini eşidirəm ki, kimsə deyilsinəcək ondan, kimsə iyrənəcək, amma mən burada açıq demək istəyirəm. Gələndə heyvan səsləri kimi çıxır, amma İsa Məsihinin adını çəkir, dua edəndə quş səsləri kimi çıxır müqəddəs ruhda. Sonra yəni at kimi, at ən çox
yüksək səviyyə çatmış məsələlər. Dəvəyə baxanda məsələn görürsən, məsələn heyvan ot kimi kalam ota dönür, sonra deyəcəm məsələn, bəzi heyvanlar ot yeyir, bəzi heyvanlar ət yeyir. Məsələn dəvə görürsən ki, hətta belə tikanlı bitkilər yeri, elə internetdə belə video baxırsan, məhətdən qalırsan. Doğrusu o məscidlər kərəbli, güclü qidalanır. Əslən bu heyvanlar barəsində mövzunu ət punktuna çatanda danışmalıydım. Heç də olmasa biraz tez danışdım. Məsələn, türkü səsi kimi çıxır. Türklər məsciddən surəti. Bu videoya kimsə qulaq atsa xoşuna gəlməz. Da kimsə türklə müqayisə olunur. Amma şükür ki, bu barədə protestantlar məsələn təhsil kəlamla sifat gətirməyəndə, sözünü qüvvətləndirməyəndə inanmırlar. Amma türklər məsələn müqəddəs sifətdə bu barədə sifat gətirə bilərəm. Məsələn, Şimşon İsrail hakimi Şimşon tək başına hansı ki 1000 nəfər filistini qırırdı. 300 türkünü buraxdı, filistlərin cüt bağlayıb, quyruqlarına fakildə odlu fakil qoyub buraxır filistlərin tarlalarına, zeytunluqlarına. Kimdir o 300 türkü? Kimi təmsil edir? Əlbəttə biz məsihçiləri. Fikir versəniz görərsiniz ki, İbrahim Peyğəmbər 318 nəfər nökəri ilə, bəzi deyir ki, bu nökəri olmuyor, onun dostu olubdur, o tərcümə edilər. Fərqi yoxdur. 300 nəfər adamı, 318 nəfər adamı ilə məsələn padşahları məğlub edir. 300 nəfər. Bu hətta ki biz 300 nəfər türkü də məsihçilərin surətidir. 300 elə bir tam seçilmişlərin tam elə bir sayıdır əziz bazı qardaşlar. Hətta sizə deyim ki, köhnə əhdə peyğəmbərlərlə kahinlər sözü düz 300 nəfər yazılıbdır. Yəni o türkülər bizi təmsil edir, o türkülər. Rəbbim bizi cüt-cüt, yəni yardımcıda deyilsən Məsih, Rəbb həmişə cüt-cüt göndərib da, məsələn, bütpərəstlərin böyle şey, ruhani müharibədə. Məsələn, Musa ilə Harun, məsələn, İsa Məsihdə müjdə yazılır ki, cüt-cüt göndərirdi təbliğ eləməyə. Mələkləri belə cüt-cüt göndərdi Allah. O türkülər bu toşda rəngimiz belə olur bəzi bazı qardaşlar. Rəngimiz alov rəngində olur, belə sarı rəngdə, türkü rəngində. Türklər bir olur. Sonra həmin səslər çıxarır İsa Məsihin adını çəkəndə. Toşda həmin türkü səsləri. Alovdakı o quyruqlarına o alov bağlamağında mənası budur ki, quyruq, ümumiyyətlə heyvanın quyruğu bizim əlimizdən çıxan buxurdur. Buxurumuzu yandırır, ruhumuzu yandırıb buraxır təbliğ eləməyə, insanları xilas eləməyə vasitəmizdə. Hətta sonra başqa bir alovla bağlı yenə də ben hətta ki inanın ki iç səsi kimi, müxtəlif köpək səsləri kimi, pişik səsləri kimi, hamısı sıçan, hamısı məsihçilərin surətidir. Məsələn, itlər, iç səsi, İsus deyirsən ruhda müqəddəs sudur da, yanında hava kimi, belə İsus, boşdan belə iç səsi kimi çıxır. İtlər, yəni yenə dediyim kimi, heç kimi qoy pis olmasın ki, mən itdən müqayisə olursan, itlər ən çox köhnə müqəddəslər Bibliyadə, məsələn, bütpərəstlərlə, murdar ruhlarla müqayisə olunubdur. Əsas itlər, məsələn, bütpərəst itlərin qabağına mirvalər atını rədd edir, bayaq və yaxud da başqa yerdə var. Amma yenə də ki, bütün canlılar ən birinci heyvanlar hamısı məsihçilərin surətidir. Səs elə çıxır biz dua eləndə,